Salam, bugün sizinlə birlikdə bir hakerin addım-addım serveri necə ələ keçirdiyini təhlil edəcəyik. Gəlin, bu maraqlı prosesin, yəni bir haker hücumunun anatomiyasının dərinliklərinə inək. Yəqin ki, çoxumuz haker hücumlarını filmlərdəki kimi təsəvvür edirik, elə deyilmi? Sürətli klaviatura səsləri, qaranlıq otaqlar, amma reallıq əslində daha fərqlidir. Bu, partlayışlardan çox səbirlə qurulmuş bir strategiyadır. Hakerlər adətən kiçik, gözə görünməz səhvlər zəncirini tapır və onlardan məharətlə istifadə edərək sistemə daxil olurlar. Yaxşı, hazırsınızsa, gəlin bu rəqəmsal soyğunun pərdə arxasına baxaq və bütün prosesin necə baş verdiyini addım-addım izləyək. Hər bir hekayənin bir başlanğıc nöqtəsi, bir məkanı var. Bizim hekayəmizdə də hekerin hədəfi Holonix adlanan, xüsusi olaraq zəifliklərlə qurulmuş bir virtual maşındır. Holonix'i belə təsəvvür edin, bu, sanki planları qapının ağzında unudulmuş rəqəmsal bir bank anbarıdır. Yəni, məqsədli şəkildə zəif yaradılıb ki, insanlar onun üzərində təcrübə apara bilsinlər. Deməli, ilk addım birbaşa hücum deyil, əksinə. İlk mərhələ dinləmək, müşahidə etmək və qarşıdakı rəqəmsal ərazinin xəritəsini çıxarmaqdır. Bu, kəşfiyyat mərhələsidir. Haker sanki bir rəqəmsal dedektiv kimi işə başlayır. Əvvəlcə hədəfin şəbəkədəki ünvanını, yəni IP adresini tapır. Sonra xüsusi alətlərlə bütün rəqəmsal qapıları, yəni portları yoxlayır ki, görsün hansı açıqdır və nəhayət o açıq qapıların arxasında hansı proqramların işlədiyini öyrənir. Çünki hər biri potensial bir giriş nöqtəsi ola bilər. Skanın nəticələri çox aydındır. Baxın, yüzlərlə potensial qapıdan demək olar ki, hamısı bağlıdır, amma biri 80-ci port, yəni veb-saytın işlədiyi qapı taybatay açıqdır. Artıq hakerin ilk hücum nöqtəsi bəllidir. Və beləliklə, zəif nöqtə tapıldığına görə, hakerimiz içəri sızmaq üçün ilk konkret addımını atmağa başlayır. Hakerin elədiyi şey çox sadədir. Saytın giriş formasına sadəcə bircə dənə dırnaq işarəsi yazır və enteri basır. Qarşısına çıxan bu xəta mesajı əslində sistemin zəif olduğunun açıq-aşkar bir sübutudur. Normal istifadəçi üçün bu sadəcə bir xətadır, amma haker üçün bu bir qızıl mədənidir. Bu, təkcə bir boşluğun olduğunu təsdiqləmir, həm də arxadakı sistemin, yəni verilənlər bazasının MySQL olduğunu birbaşa ona deyir. Bu, bir xəta yox, bir dəvətnamədir. Və budur nəticə. Baxın, o kiçik tək bir dırnaq işarəsi nəyə səbəb oldu? Haker bu boşluqdan istifadə edərək bütün istifadəçi cədvəlini, yəni adları və şifrələri tamamilə ələ keçirir. Artıq onun əlində sistemə daxil olmaq üçün real açarlar var. Belə demək mümkünsə, əsas qapı taybatay açıqdır. Yaxşı, içəri girmək hələ hər şey demək deyil. Bu, sadəcə ilk addımdır. Sistemi tam idarə etmək üçün hakerin daha çox səlahiyyətə, daha çox gücə ehtiyacı var. Bu prosesə imtiyazların artırılması deyilir. Bunu belə düşünün. Sanki bir xadimənin otaqları təmizləmək üçün istifadə etdiyi açarı tapırsınız. Amma o açarla baş direktorun kabinetinə girirsiniz. Məqsəd, adi istifadəçidən sistemin sahibinə çevrilməkdir. İndi isə növbəti mərhələ gəlir və burada haker çox ağıllı bir gediş edir. O başa düşür ki, sistemdə istifadəçilər sadə bir cookie ilə tanınır. Onu dəyişdirərək özünü fayl yükləməyə icazəsi olan biri kimi qələmə verir. Birinci cəhdində server onun yüklədiyi faylı bloklayır, amma o təslim olmur. Həmin zərərli faylı bir zip arxivinə yerləşdirir və sistemə yüklüyor və server heç nədən şübhələnmədən faydalı bir proqram kimi o arxivi özü açıb, içindəki faylı işə salır. Bu, sanki təhlükəsizlik sisteminə öz qapısını öz əli ilə açdırmaq kimidir. Haker sistemdə daha dərinə gedərkən inanılmaz bir şeylə qarşılaşır. Administratorlar öz təhlükəsizlik tədbirlərini, hansı addımlara atdıqlarını hamıya açıq bir forumda, mesaj lövhəsində müzakirə edirlər. Bu, sözün əsl mənasında qalanın açarlarının yerini qışqıraraq deməyə bənzəyir. Və artıq sona yaxınlaşırıq. İndi haker əlindəki bütün ipuclarını birləşdirərək server üzərində tam və mütləq nəzarəti əldə etmək üçün son hücumunu edir. Bütün tapdıqlarını bir araya gətirən haker son zərbəni vurur. Administratorların quraşdırdığı Change and Track adlı proqramın çox köhnə və zəif bir versiya olduğunu görür. Həmin proqramın zəifliyini forumdakı məlumatla birləşdirərək cəmi 5 dəqiqə ərzində sistemin ən yüksək səviyyəli istifadəçisinə, yəni roota çevrilir. Və budur, bütün prosesin son nəticəsi.
Haker artıq bu sistemdə sadəcə bir qonaq, bir istifadəçi deyil. O artıq bu maşının tam sahibi, mütləq administratorudur. Hər şey onun nəzarəti altındadır. Yaxşı, bəs bütün bunlar necə baş verə bildi? Və bizim bu hekayədən çıxara biləcəyimiz ən vacib dərs nədir? Deməli, bütün bu olanlara baxanda əsas məsələ nədir? Əsas məsələ odur ki, bu tək bir fəlakətli səhvin nəticəsi deyildi. Yox. Əslində, hər biri tək-təklikdə bəlkə də əhəmiyyətsiz görünən bir çox kiçik səhvin, bir çox boşluğun bir araya gəlməsi idi. Və bu kiçik səhvlər birləşəndə sistemin müdafiəsini tamamilə çökdürən möhkəm bir zəncir əmələ gətirdi. Bu hekayə bizə bir daha xatırladır ki, güclü rəqəmsal təhlükəsizlik tək bir hündür divar çəkməkdən ibarət deyil. Əsl təhlükəsizlik hər bir kiçik qapının, hər bir kiçik pəncərənin ayrı-ayrılığına yoxlanılıb, möhkəm bağlandığından əmin olmaqdır. Bir anlıq düşünün, görəsən sizin açıq unutduğunuz